İnci Baxşəlili 1-ci 4-cü siniflər üçün olan kitabından səhifə 194-də tekst 3. My name is Jordan and I am 14 years old. Mənim adım Jordandır və mənim 14 yaşım var. I am fond of sport. Fond of aşığı olmaq, vurğunu olmaq. Mən idmanın vurğunuyam, yəni çox sevirəm. But my favorite sport, as you can see, is basketball. Amma mənim sevimli sportum sənin gördüyün kimi basketboldur. I play basketball at school, at home, at the park, everywhere. Mən basketbolu hər yerdə oynayıram. Məktəbdə, evdə, parkda. I have been playing basketball since I was 8 and have always wanted to be a professional basket player. Mən basketbolu oynayıram 8 yaşımdan bəri və həmişə professional basket oyuncusu olmaq istəmişəm. I am a big fan of Shaquille O'Neal. In fact, he is my favorite. Mən Shaquille O'Neal'ın böyük fanıyam. Fakt ki, o mənim favorimdir. I am the school team and we train 3 days a week on Mondays, Wednesdays and Fridays. Mən məktəb komandasında da varam və biz həftənin 3 günü məşq edirik. On Mondays, 1-ci gün, 3-cü gün və 5-ci günlər. We have matches every Sunday. Bizim hər bazar günü maçımız olur. From time to time, we have tournaments with other schools and it's quite exciting. Zaman zaman bizim turnirlərimiz olur başqa məktəblərlə və bu tamamilə həyəcan vericidir. In my free time, I like reading and playing computer games. Boş vaxtımda mən kompüter oyunları oynamağı və kitab oxumağı xoşlayıram. I dream of one day having a successful career as a professional basketball player. Mən arzuluyuram ki, bir gün mən professional basketbol oyuncusu kimi uğurlu karyeram olacaq. Mətni üzündən oxuyub tərcümə etmək, altındakı tapşırıqlara, doğrulara true, yanlışlara false olaraq seçmək və tapşırıq 2-də suallara cavabları vermək.